Camaat nə təhlükədədir? Bu hamı bilir. Azərbaycan türkləri də bunu bilir. Əgər bunu İsrail yarımcan buraxarsa, yaralı donuz kimi dönəcək bu. O zatları var dişləri, biçə-biçə qaydacaq. Necə ki, Səddamla savaşandan sonra, şikəst yiyəndən sonra qayıtlı İran adlanan yerdə bəy. Səddamdan şikəst yiyəndən sonra mən onda evin zindanındaydım. Evindeydim, zindandaydım. Qayıtdılar bunlar, 10 minlərcə adam qırdılar. İranada Xomeynin əmri ilə kağızı qalıb da, fərmanı qalıb. Qırdılar, məhkum olmuş, təzə azad olacaqdı, ondan sonra qutaran adam, qutaran döyüldü. Yəni, onların dili ilə desək, 1360-dan bunlar başladılar adam qırmağa, ta o Xomeyni ölüb gedənəcə adam qırdılar. Və indi davam etdirirlər. Ona görə bunlar yarım yaralı buraxılsalar, qaçsalar, bu günlərdə Netanyahu'dan bir 200 saatından qabaq soruşdular. Yaxşı, neyəsən, bu Xameneyini vurursan ya yox? Dedi ki, o vurulsa, əlbəttə savaş qutaracaq. Amma vurulmalıdır. Yəni, bundan bitirəcəyik biz. Bu nağılı bununla, Yəhya vurmaqla, nə deyirsiniz, o Molla Şeyh Nəsrullah'ı vurmaqla oranı bitirdik tutardı, bu da bununla bitəcək. İlanın başı Tehrandadır. Biz də qabaqdan demişik, necə, nə oldu, Trump demişdi, bu da deyildi. Xeyri, biz çox şeyləri qabaq demişik. Amma ona görə tribunamız yoxdur, Təbrizdə döyürük, dövlətimiz yoxdur. Ona görə də biz deyəndə hamı belə deyir, sözdür. Amma demək ki, o vaxtdan deyirdi ki, bunlar demək şeytanın başı, itin başı Tehrandadır. Onu gərək orada vurmaq lazımdır. Bununla kimsənin bu rejimlə dırnağı-dırnağına dəyir. Ona görə də ay gəlib mən bu Türkdən prezident qoyacağım. Türkdən də prokuror qoymuşdun da, baş prokuror. Türkdən də genel qurmay başkanı qoymuşdun da, Azərbaycanını qırırdı da. İşgəncələrinin çoxunu da Türkdən çəkmişdin da, milləti bədnam edəyəsən. Bugün də istəyirsən, hər oyunla olmuşsa və dünənə kimi deydin ki, bəd az İsrail, növbəti Azərbaycan gələcək. Deydi İsraildən sonra, yəni Hamasi filanı küşkürtmüş İsrailin üstünə, İsraili tutacaq yox, növbə də sonra Azərbaycan. Açıq deydilər, mətbuatları hamısı özləri deyirdilər. Nə mənə ki, niyə? Çünki Azərbaycan dövləti ki, vardır və həmişə də var olacaq. Və bilirlər ki, Azərbaycan dövləti vardır, bu millət dövləti olan bir millət kimindir bu Azərbaycan? O güneydə orada hazırdır, hər zaman bilirlər ki, yox, özləri deyirlər, açıq-açıq bilirlər. Bu günlərdə qorxuları da ondandır və çox da Allahdan istəyirlər ki, bir oyunlar çıxardıblar, gətirib o silahları, füzələri, bir yerlərdə gizlənmə, Təbrizin tamamilə dövrəsini, Urmiyənin dövrəsini, Sinandaş, indi o Kürtlər çıxardı özünə farslarına, Sənəndəş yerə, Sinandaşı, başlanğıc günlərdə vurdular. Bu savaş davam edəcək. İsrailin silahları qutaran deyir. Amerika, Avropa hamısı da razılığa gəlib Almaniyada silah verəcəklər və silahları da hətta bu Trump'un gəlmədən Biden dönəmindən demək ki, o dönəmdən bu silahları veriblər. Və demək, Trump'un bu 4 aylığında o F-35'ləri birdən-birə 45'ə sayın çatdırdılar. B-52'lər, B-2'lər hamısını İsrailə doldurdular. O bombaları indiki nətənizi vurdu, dağıtdı. Hamısını və İsraildə də Musad o qədər təmiz işləyib ki, bunların içində. Tehran rejiminin aparıcı adamları. Keçən aylar içində dedilər ki, aparıcı adamları, demək ki, zirvədə olan. Dedi, bilirsiniz nə var ki, bizim içimizdə ağanın evinəcək, beyti rəhbəri əsas dövlətin. Dedi, orada Musadın adamları həyyü hazırdır. Hamısı da bunu bilirlər. Ona görə də, və siz o buyurdunuz ya millətlər, İran adlanan yerdə millət gözləyir, ayıqdır millətlər. Doğrudan deyirəm, bəzi Bakıda, bəzi adamlar, başı şefli adamlar çıxır deyə, hələ dağılıdırlar. Məhəmməd Rıza bir dəfə çıxdı dedi ki, hələ bu İran adlanan yerdə bu millətlər 100 il dalıdırlar, onlara nə demokrasi, belə də oturmuşdu, belə qışlarından uzadırdı. Ağlaya-ağlaya it kimi apardılar, gördü yox, millətlər elə deyil. Millətlər bilir, amma vaxtında icabını yerinə yetirir. Ona görə də indi çıxır, hələ Tehranın demək ki, gecə sokaklarında o qızlar çıxırır, ölüm olsun sənə. Baxmayaraq, əgər qarayağı olsaydı, normal biz kimi bu kostumdan geysəydi, desəydi, deyərdi ki, filan deyir, bu mallıya deyir, özü deyir ki, biz ayətullah, yəni Allahın yer üzündən işarəsinə deyirdi, Xomeyni deyəndə deyirdi ki, biz gəlmişik ki, sizin bu dünyazı da düzəldək, o dünyazı da düzəldək sizi bizə. Bir ay bundan qabaqda cənnət cəhənnəm düzəltmişdilər. Cəhənnəm düzəltmişlər, bu da Xəzərin o başında. Gəlin kesin cəhənnəmdən əncirəyi-məncirəyimi görün, ondan sonra görün ki, o nə deyirsən, o körpü, qıl körpüsünü görün. Deyiləsiz, onlar hamısısız da. Millətlər də, insanlar da hamısı gülür. İndi cəhənnəmi görürlər. Külli Tehran yanır, hər tərəfli də yanır. Amma biri də çıxıblar, atırlar Türkiyədə də və burada da ki, ay demək ki, İsrail gözləyir ki, demək ki, Tehrandan sonra növbə Türkiyəyə gələ, bu boş-boş sözləri atmır. İsrail heç vaxt Türkiyə ilə savaşmağa nə gücü satar, nə o işi eləyər, nə də problemi var Türkiyə ilə. Bu günlərdə Cənab Netanyahu da bağışdan üzr istəyib. Cənab Erdoğan da çıxıb deyir ki, prezident İlham Əliyev, danışaq bunu dayandırayım bir türlü. Amma heç vaxt İsrail dövləti, demək ki, Türkiyə dövlətinə nə savaşar, nədir ki? Türkiyə dövləti şaka dövlət deyil. Nə ordusu ilə şaka edən Türkiyə dövlətinin, hətta ordusu, bütün o Türkiyədə bəzi çatışmamazlıqlara rağmen göstərdi ki, bu ordu yeri gələndə nə edə bilər və nə elər. Ona görə də çoxları bəzi adamlar belə baxırlar Türkiyədə. Oturub bəzi vaxt Türkiyə haqqında belə danışanda elə bilirlər ki, bu Tehran rejimi hatta keçən hədə Viyanada 3 dənə dövlət Tehran rejimini dəstəkləməyə başladılar. O İsnətbaq məsələsində. Biri Çin idi, biri Rusiya idi, bir dənə Burkina Faso, Xaritədə yoxdur, Burkina Faso. Elə bilirlər Türkiyə dövləti Burkina Faso dövlətidir.
Türkiye dövləti hətta yönetimdə kimdirsə ondan asılı olmayaraq Türk dünyasının başını çəkir. Türk dünyasının demək ki varlığının simgəsidir. Və buna görə də bir Türk dünyası, elə bilirsə Tehran rejimində bir dəstə demək ki bəllidir hansı Hindistanın hansı dərəsindən tapılıb gəliblər, dədə-babalar bəlli olmayan bir dəstə odur. Bu Türk millətinin dövlətidir. Ona görə çıxıb deyirlər ki, ay İsrail gələr savaş. İsrail hər zamanda çalışıb ki, keçən il idi. Herzog gəldi, İsrail Türkiyədə qarşılandı da. Türkiyə də hər zaman istəyir ki, əlaqələri İsraillə demək ki, niyə? Bizim İsraillə bağdaşası çox şeylər var ki, bağdaşır. Niyə? O demokratik dövlət olmaq şərti ilə, demokrasi məsələsi ilə, ondan sonra modernlik məsələsi ilə, ondan sonra ekonomi məsələsində, Ağdəniz məsələsində və Qafqazlarda və özəlliklə Azərbaycan və demək ki, bizim hər zaman bizdə yəhudilər olublar. Yahudilərə hər zaman Türk millətinin içində sayğı olubdur. Onlarla birlikdə dövlətlərimiz olubdur. Xəzər imperiyasından tutmuş daha Türkistan oranı kimi. Və bu gün də Azərbaycanda da, müstəqil Azərbaycanda hər zaman demək hörmətləri olub. Amma bu savaş belə gedirsə ki, gedəcək. Nə Trump geri oturacaq sözündə dəyişib Trump deyir, bu gün Trump deyir, nə danışıq? Danışıq elə. Danışmır. Qutardı. Vaxtda bitibdi. Qutardı ki, elədir da bu adam. Ona görə də niyə istəyəməkdə əsas məsələni gizlədə sözlərin altında. Nəsə əlan demək ki, kongresdə də respublikançıların o 50 nəfərlik hələ zatları var ki, geri oturma, möhkəm dayanmalısan, söhbəti bilgirstir, öz içində. Yəni seçkilərə gələnlik yox, az qalır, bir il yarımdan da az qalır. Demək ki, seçkilər olacaq. Prezident seçkiləri yox, kongreslə bağlı, senatla bağlı seçkilər. O da bilir Amerikada gərək özlərinin çətinliklərini necə həll eləsin. Ona görə də Amerika demək ki, indi deyirlər 800 metrə, deyirlər 500 metrə o bombaları verəcək. Fordunu vurmaq üçün ki, İsrail vırıb 4 dəsi. Dünənlər dedilər ki, vurdığı bombaların izləri başlayıb ora zəlzələlər. İndi gediblər Girosunun yaxasından ki, Tehran rejimi sən denən ki, Nətənzidə o nüvə qaçıbdır filan. Xeyr, bunlar bilirlər nə olar orada, nə ola da bilər. Nətənzi xaraba qoyub, Tehranda o Ləvizandakı yerlərdə vurur, başqa yerlərdə vurur və bunu da İsrail sabit elədi ki, təhsil nüvə məsələdir, füzə məsələsi də var, başqa məsələlər də var və Tehran rejimində deyir ki, əgər bizə toxunsalar, demək ki, Vaşinqtonda, Azərbaycan açıq deyildi, Azərbaycan başqa yerlərdə, Türkiyə, ayrı yerlərdə, körfəzdə yandıraraq, tökərək, dünyanı partladacaq, heç də bilə bilməyəcək. Belə qorxublar, bunların çox bağışdığınız istəyirəm, bir kəlmədə çox bəzi vaxtlar fars kəlməsini işlədirəm, yabancı dildən bəzi lüğətləri üzr istəyirəm. O məsələ budur, ona görə ki, Azərbaycanın güneyində olanlar öz dilində məktəbə getməyib, universitetə getməyib, biz orada hamısı farsça olub da, soxublar boğazımıza filan. Bəzi vaxtlarda rus kəlmələri işlədim, bunların soroku bitib. Bunların tarixi məsrəfləri qutarıbdır, yəni yazıları da bitibdir, turşeyibdir. Ona görə də bunu da amı bilir. Batılılar da bunu qəşəng bilir. Deyirsən, dünən niyə vurmurdular? İsrağa gün niyə vurmurdular? 2 il bundan qabaq niyə vurmurdular? Bilirdilər, qoy gəlsin, yetişsin. Yetişib indi vaxtı, tutduqlarında buraxmayacaqlar. Onlar da düşüblər yalvarmağa, olmayacaqlar və mənim arzım budur. Arzum budur ki, Azərbaycan Cumhuriyyət dövləti özü bilir neyini və Türkiyə Cumhuriyyət dövləti və dost ölkələr necə ki, Pakistan çıxdı dedi ki, sarsaqlama onu. Nə nüvə silahı, nə biz gəlir elə. Azərbaycan dövləti bunlarla dırnaq-dırnağa sürtmək millətimizin yanında demək ki, biraz başqa cür olar məsələlər. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Media Türk TV izləyiciləri, gündəm masada verilişinin bugün olan növbəti buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmaildir. Hər zaman olduğu kimi regionda və dünyada baş verən ən vacib və gərgin prosesləri masa ətrafında müzakirə etməyə çalışacaq. İlk saniyələrdən isə ən-ənəvi ricamızı bir daha xatırlatmaq istəyirəm. Solda bəyənmə, sağ tərəfdə isə kanalımıza abunə ol işarəsi var. Mütləq hər ikisinin üzərinə toxunmağı unutmayın ki, danışacağımız ən vacib son dəqiqə proseslərindən sizinlə birlikdə daha geniş auditoriya məhz Media Türk TV vasitəsilə məlumatlı ola bilsin. Bu saat olan canlı efirimizin isə dəyərli qonağı tanınmış güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadədir studiyamızdadır. Hər vaxtınız xeyir olsun Əjdər bəy. Təşəkkür edirəm bəy, minnətdaram. Sizin də hər vaxtınız qutlu olsun. Xoş gördük sizi yenidən vətəndə. Sizinlə sonuncu verilişlərimiz canlı bağlantı ilə İsveçdən belə yayımlanırdı. Bu dəfə isə yenidən sizi ölkənizdə, vətəninizdə görmək xoşdur. Güneyli, quzeyli, böyük Azərbaycan ideyalarını hər zaman studiyalarımız vasitəsilə müxtəlif efirlərimizlə səsləndirməyə çalışmışıq. Bugünkü tarixi hadisələr, İranın içərisində yaşananlar bizim gələcəyimiz, regionumuz üçün də bir çox reallıqları da özü ilə bərabər artıq gətirməkdədir və bu proseslərin içərisində İranda daxildə baş verənlər və mövcud rejimin çökməsinə hesablanan müəyyən addımlar var. Bunlar isə İsrail tərəfindən icra olunur. Necə ki, yaxın şərqdə əməliyyatlar başlayanda 2023-cü ildə anonslar verilirdi ki, Hizbullahı da, Həması da, digərlərini də məhv edərək İranın proksi qüvvələrini tamamən zərərsiz hala salıb, sonda biz mövcud Fars Molla rejimini devirmək üçün nələr lazımsa bunları edəcəyik. İsrail xəbərdarlıq edirdi, Amerika Birləşmiş Ştatlarının çağırışlar edirdi. Yəni bütün görüntü etibarilə hər şey addım-addım biz gəlirik şüarını, xəbərdarlığını İsrail və onun ətrafındakı qüvvələr tərəfindən
İrana edilməsini görürdük. İran isə bunlara məhəl qoymadı, qırmızı lent qaldırdılar, qırmızı bayraq qaldırdılar, biz gələcəyik, yer üzündən siləcəyik, vuracağıq, dağıdacağıq. Bu 3 il, ümumiyyətlə bu rejim 40 ildən artıqdır ki, fəaliyyət göstərir. 79-cu ildən, 1979-cu ildən bu günə qədər daim bu şüarla hərəkət edib. Xüsusilə də 2023-cü ildə Həmasa qarşı başlanan əməliyyatlardan sonra daha belə qabarıq formada canfəşanlıq etməyə çalışırdılar ki, Həmasın arxasındayıq, Qəzzadayıq, oradayıq, buradayıq, elə vuracaq, belə vuracaq. Əvəzində 2 il ərzində biz İsrail tərəfində təbii ki, buna reaksiyalarını gördük. Bir gün içərisində əsl cavab necə olmalı, necə reaksiyalar verilə bilir? Yəni İran təhlükəsizlik sisteminin nə qədər aciz durumda olmasına şahid olduq. Hər halda real mənzərə bunu deməyə əsas verir. Sizin güneyli olaraq təbii ki, o bölgənin mahiyyətinin içində olanları daha yaxşı bilirsiniz. Hal-hazırdakı proseslərlə bağlı təhlilləriniz və fikirlərinizlə də ilk olaraq bunu eşidirik. Təşəkkür edirəm Heydər bəy. Nə yaxşı ki, Azərbaycan bağımsızdır. Orada bizim gəncliyimiz var və milli siyasi şuuru olan insanlarımız, soydaşlarımız var ki, dövlətimizə, millətimizə, ordumuza və toprağımıza sadiq və vəfadardırlar. Bilari mən demək ki, bu ən azı son 42 ildir ki, bunu sınamışam, görmüşəm və özəlliklə bu 30 neçə ildən artıqdır ki, Azərbaycanda istiqlal bərpa edibdir. Çoxları çalışıblar, düşmanlarımız başda olmaqla. Bizim səsimizi buradan, öz cümhuriyyətimizdən, öz dövlətimizdən demək ki, silib yığışdırırlar. Çox vaxtda Tehran rejiminin qəzetlərində, istər Keyhanda, İttilaatda, Əbrarda, Şələmsədə açıq adına yazıblar. Ondan tabi yaxın illərə Zəki, susturacaq falan bunu yapa bilmədilər. Dövlətimiz var olsun, millətimiz var olsun və o zaman gəlir yetişir. Yəni, keçən əsrin başlanğıcında Azərbaycanlılar və Türklər, Azərbaycan türkü və Türklər, Türk dünyası bu bölgəyə bir dənə mesaj veribdir. O nədir? Cümhuriyyətçilik, parlamentarizm və demokrasiyadır, Türk demokrasiyası. Bunu türlər gətirib, Azərbaycan başda olmaqla, Məhəmməd Əmbəy Rəsulzadə, Mustafa Kemal Atatürk və sonra demək ki, əsrin sonunda yenə də Azərbaycanlılar, o baskılar, Sovet baskısı, Bolşevizm, o demək ki, faşizmdən canını qutarıb demokratik yolla cümhuriyyəti bərpa elədi və yenə də mesaj verdi. Batı dünyası, siz demokrasiya axtarırsınız, özgür dövlətlər axtarırsınız, özünü, ondan sonra o protokolları bilən dövlət, millət axtarırsınız. Burada, biz burada, öz torpaqlarımızda. Və biz də və özəllik sizlər də, biz xoşbaxt nəslik, Məhəmməd Rzanın türk düşmanı olan, Azərbaycan düşmanından, Pəhləvi sülaləsinin şahənşahlığına hamıdan birlikdə son verdik. Sovetin dağılmasını gördük, Berlin duvarının aşmasını da gördük. Və belə gəldi zaman belə etirdik Qarabağın azad olmasına, Qarabağdan Azərbaycan ordusu, Azərbaycan dövləti, Rusiya, Erməni çıxartmasına bütövlükümüz yarandı və biz qalib gəldik. Biz demək ki, dövləti bərpa edəndə də, quranda da qalib gəlmişdik və bunu da demək ki, düşmanlarımız da gördü. Necə ki, görürüz 44 günlük savaşdan sonra meydan oxuyan Tehran rejimi, sərhəddimiz boyunca qoşun gətirən, füzə gətirən. Dedilər, 4000 dənə füzə gətirmişik, Bakıya atacaq. Həmin bu bağırı ki, vurdular, getdi, heç bilmədik hardadır. Füzə atacaqmışlar. Ondan sonra hələ son günlərə günün demək ki, Zəngəzur nəğməsi oxuyurdular. Biri də çıxıb demir ki, ya da beton sənə nə? Sən kimsən? Ona görə də biz bunların hamısını gördük. Və yaxud da söylədim, yəni, təmkin elədilər. 44 günlük savaşdan sonra muma döndülər. Həm Tehran rejimi və Ermənistan dövləti də Sisana döndü. Bu tarihdə o hayküylər döndü. Öz növbələri gəldi. Bizim yox. Bu günləri Azərbaycanı kimsə nə hədələyə bilir? Hələ bu Azərbaycanın kiçik bölgəsidir. Azərbaycan Cümhuriyyətidir. Kimsə də çıxıb torpaq iddiasında da buluna bilməz. Yoxdur bu. Qutardı getdi. Millət göstərdi ki, bu vətəni necə qoruyarlar. Amma bir məsələ var. O tarixi cinayət o yara yerindədir. Yara sağalmayıb. Biz parçalanmış millət, parçalanmış dövlət, parçalanmış toprağıq. Bunu Rus eləmişdi. Rus gedibdi. İndi bəzi vaxtlar Tehrandan da sayaqlayırlar. 17 şəhəri verin bizə Azərbaycan. Oradakının başına nə gün saçıbsınız ki, bu yanında istəyirsiniz. Xeyr. Onun mənası başqadır. Azərbaycanın bütövlücüdür. Və bu günləri Azərbaycanın böyük bölümü demək ki, əsarətdədir, baskı altındadır, işğal altındadır, bu göz qabağındadır. Bir millətin varlığını belə dostlar da inkar etməz. Və Azərbaycanda gəlib gedən və var olan prezidenti də dövlət başçıları da hamısı istisnası deyiblər. Deyiblər ki, demək ki, bütün Azərbaycandır, o taydakı qardaşlarımızdır, millət o tayı bunu hər vaxt deyib. Ona görə ki, bu tarixi ədalət bərpa olmalıdır. Niyə olmur? Ona görə ki, bu günləri Azərbaycanın böyük bölümü əsarət altındadır. Əsarətləri ona görədir ki, bu günləri kimsə Urumiya havası salır, Urumiyədə gözü olur. Kimsə demək ki, durur, demək ki, Ənzəlidən, Gilandan bir hissəsini istəyir, başqalar da belə. Və biri də hələ də sayaqlayırlar Moskvada, harda Azərbaycanın o qalibiyyətini qəbul edə bilmirlər, həzm edə bilmirlər. Amma Azərbaycanın güneyində niyə bəzi vaxtlar açıq zümzümə eləyirlər və ya gedirlər PKK-nı gətirib Azərbaycanın güneyində yerləşdirirlər və millətimizə də belə deyirlər ki, əgər siz Azərbaycanın güneyinin istiqlalını qoysunuz, onda PKK-PJK da burada. PKK-PJK kimdir Azərbaycanda bu millətin qarşısında? O boyda Sovet dayana bilmədi. Erməni o hayküylə dayana bilmədi bu millətin qarşısında. Haqqın qarşısında, ədalətin qarşısında. Handa qarşı 4 dənə Fərəq Klaşnikovdan, 5-6 dənə patrondan, güllədən verəsən, göndərəsən. Yox, Azərbaycanın güneyində bağımsızlıq qoymayın, istiqlal qoymayın, azadlıq istəməyin. Bu hardan çıxıbdı? Bu heç boş sözlərdirlər, bunlar ortaya salıblar. Ona görə də Azərbaycanlılar bu günləri güneydə hər nə çəkirlərsə, ona sövərən deyirlər. Özlərin demək ki, taleylərini özləri təyin etmir. Dövləti yoxdur orada.
Bir türlü demək de facto bir türlü Azərbaycan dövləti var. Amma de jure Azərbaycanın güneyində bunun dövləti yoxdur. Odur başına hər bəla gəlir. Və bu günləri, və ya da siz söylədiniz, çıxıb deyirlər ki, Tehran rejiminin bütün o fitnələrinə görə İsrail gəlir Təbrizi vurur, Urmiyanı vurur, ondan sonra Mərəndi vurur, ondan sonra çeşitli yerlər vurur Azərbaycanda. Və biri də çıxıb deyirlər ki, açıq olmadı Azərbaycanı vurur. Və haradaydınız onda Azərbaycanda 10 minlərcə adamı qırırdı bu rejim? Və onda haradaydınız? Onda müsəlman qardaşlığı yadınıza düşmüşdü. Və haradaydınız bu millət hələ də inildəyir zülm altında. Zindandakıları indi də qırırlar. Dünən gecə gördünüz o filmləri. Zindandan qaçanlar bütün yollarda qaçırdılar o paltarını. Təbrizə birdən-biri birbaşa bu mallalar, bu Xomeyni ilə birbaşa onun baş prokuroru 150 dənə qıza az zaman içində zorlayan, təcavüz edən bu haradaydınız? Qardaşı demək ki, bacısının canına salan bu rejim idi. Bu rejim o minlərcə adamı qırıb Təbrizi, Ərdəbili, Urmiyanı yerlə yeksan eləyib. Bu rejimlər 100 ildir. Haradaydınız onda? Onda ben niyə demirdiniz ki, İsrail gəlib deyir ki, İsrail de məhv edəcəyəm İsraili. Yahud millətini dənizə tökəcəyəm. Heç bir Türk, heç bir zaman tarix boyu biz Yahud millətini hər zaman kesilmişik. Bu da çıxın Bakıda bu küçələrə. Yahud milləti, o da Yahud oturub parlamentda gedirlər, gəlirlər, şefləri saz. Bizlə Yahud millətinin heç bir davası yoxdur. İsrail bizdən torpaq iddiasında bulunur mu? Yox. İsrail bizlə savaşır mı? Yox. Heç bir zaman. Amma siz hər zaman deyirsiniz Azərbaycanın dağıdarı gəlib tutacaq. Bu da dolu deyirsiniz teröristləriz burada. Zindanların qapısına yazar baxın. Və yaxud demək ki, siz o mövhumatçılıq, irticaçılıq, dinə daxili yoxdur bunun. Dinlə məzhəb ayrı bir şeydir, inanc ayrı bir şeydir. Bunlar kullandığı Fars şovinizminin xeyrinə ortaya atdığı və ərəb dünyasının parçaladıkları din başqa şeydir. Bunlar başqa şeyin arkasında gizləniblər. Ayrı niyyətlər. Nə oldu və dünən kimin deyirdiniz ki, İslam və bugün döndərdiniz ki, deyiniz İran təhlükədədir, gəlin. Hansı İranla danışırsınız? Oradakı millətləri əsarətə alıbsınız və millətlərin canını alırsınız. Siz dövlət oğrususunuz, din oğrususunuz, məzhəb oğrususunuz, namus oğrususunuz. Demək ki, və hələ də bu gündə ki, qaçıb özünüz gizlənibsiz, hamısı gizlənib qorxusundan. Ki, telefonları da dayandırıbsınız ki, amandır, mənə zəvran. Ona görə ki, Xumeynin qulağının dibinə kimin, Xameneyinin, qulağının dibinə kimin, İsrailin, Musadın adamı oturub. O dəqiqədə desə, Netanyahu da yalvarır Trump'a, öldürüm ya yox. Deyir, hələ bir səbrə, dayandı, qoy pissim yazdı, qoy pissin. Hər dəqiqə deyir. Niyə bunun örnəklərini mən sadalasam, bu Nəsrullahdan tutmuş başqalarına, Moğniyyədən, o birisilərdən, hamısına. Olmert yalvarır, ki, demək ki, bu şaşı, açışıyordu, oradan çıxdılar. Biz vıraq bu Qasımını, bu şeytanı. Bu teröristlər deyir, hələ vurma, elə Moğniyyəni vurur. Lazımdır. Ona görə də bu günləri hərəsi qaçıb gizləniblər, hansı İslam deşikində, zindanlarda, ay bəy, dünənləri də, İsrail gündə edamlar gedir, işgəncələr gedir, bu da bəs görmüş kimin talayıb aparırlar. Məhəmməd Rıza Pəhləvi sülaləsi, o demək ki, coruna ot tökülmüş Məhəmməd Rıza. Bilirsiniz niyə? Siz deyəcəksiniz etikanı pozursan. Azərbaycanda günlər, sayılı günlər içində 30 min Azərbaycanını öldürüb, Türkü öldürübdür. Məhəmməd Rıza şah, indi deyirlər, şahçılar gələcək, açın tribonları. Qoy tribonlar açılsın. Görün millətlər, insanlar nələr danışacaqlar bu rejimlərin haqqında. Bunların mahiyyətini necə açacaqlar. Və dostlarımızın da səhvləri bu idi ki, bəzilərin Batı dünyasında xeyirlərinə görə dostlarımız da bilərək, bilməyərək tribonları açmadılar. Açmadılar ki, buradakı onların demək ki, mahiyyətləri bəlli olsun. Bu günləri demək ki, Vaşinqtonda çıxardıblar. Kuros gəlir, Əhmənilərin təmsilçisi gəlir, Şah gəlir, aynı hal mücahidi gəlir. Ha, millətə görə hər şey açıqlayarsan, bu mücahid deyir ki, bunlardan da pis adamdır. Adam yiyəndilər bunlar, vəhşidirlər bunlar. O şahçılıq üsul idarəsinin bunlar istehsalı, bu rejimdir. Hara gəlirlər? Azərbaycana gəlirlərmi? Gəlirlər yenidən neyin yiyərlər? Köhnə əməllərini yine təkrar edələrmi? Ona görə də bu günləri bəziləri çıxıb deyirlər ki, aynen Kürt qorxusu var, Kürt dövlət yaradar. Gitsin yarasın. Gitsin, İsrail kömək eləyəcək, Kürt dövlət yaradacaq, gitsin yarasın. Amma Azərbaycan torpaqlarına bir addım qoyarlarsa, onların böyütkəsi qulağı olacaq. İnanınız mən deyirəm bunu. Və Urmiyədə o son hadisə, 3 həftə bundan qabaq hadisə göstərdi ki, birdən-birə millət, mən deyəndə bəzi vaxtlar deyir ki, nə deyə belə deyir, bu Azərbaycanda da o taybuday, oğrusu, doğrusu, ola bilər, hər millətin içində var. Ən gəlişmiş millətlərin içində mafiyaları, oğruları, o çoxdur. Amma bu millətin zatında bir şey var. Bu millət düşmənə qarşı, vətənə, torpaq iddiasına, vətənə qarşı olanlara tez birləşir, tez bütövləşir. Azərbaycanda da bu fikir oturub. Dünənlərə kimin ələ salırdı ki, ay futbaldır, ay yas mərasimidir, ay göl kənarıdır, ay zəlzələyə görə yığışıblar. Yox, onlar hamısı göstərəcək idi ki, Azərbaycan ona görə ki, baxmayaraq ki, orada hamını işgəncə altında saxlamışdınız, qoymurdunuz ki, Araz kənarına gələ Güneylilər, amma Azərbaycanın quzeyində o təcavüz davam edəndə, o savaş davam edəndə, bizim ordumuz irəliləyəndə Güneylilər hamısı həyatdaydılar. Rejim də bunu bilirdi, qorxu canına düşmüşdü. Gətirib tankçılarını orada düzmüşdü, sonra da tankçımı yığdı yapardı. Gördü Güneylilər çıxıb hamısı o tankçıların üstündə çıxıblar, bozğu göstərir. Məsələ budur. Ona görə də bu günləri, indi bunu deyək ki, Allahın istəyidir, Tanrının istəyidir, nə idi? Amma düzgün analiz ilə
bizlər, Güneyli, Quzeyli və öndə gedənlərimiz, siyasətçilərimiz, milisiyaslarımız bu rejim dağılacaq. Bu rejim insanlığa ziddir, düşmandır insanlığa, həyata ziddir, bəşəriyyətə ziddir, doğuya, naturaya ziddir, məhv eləyib dağıdıb gedir bu. Bunlar cinayətkardırlar, terroristdirlər, dünya bunu deyir, mən demirəm ki, terroristdirlər bunlar və indi gedib yapışıblar, o İsraillə gəlib yapışıb. Deyir ki, mənə daxil yoxdur, sən neynəysən elə. Amma atom bombası, nüvə silahı düzəltmə. Niyə? 10 gün bundan qabaq siz media ilə məşğulsuz bilirsiniz. Mən də hər gün demək ki, ən azı bir 16-17 saat işi budur. Xamenei oturmuşdu keyflə dedi ki, biz bu İsraili dağıdaz yox, tökəz yox. 10 gün bundan qabaq deyirdim. 10 gün bundan qabaq, baharda saçıq da indi. Və deyirdin danışıq olmayacaq, savaş da olmayacaq. Sən deyirdin, sən? Sən deyirdin, göylərlə də bir əlaqın var. Ondan sonra deyirdin ki, savaş da olmayacaq, danışıq. Və nə oldu? O Xumeyni kimi sən də qələt eləməyə düşdün. Həm savaş oldu, həm demək ki, danışığa da gəl. Yalvarırsın Trumpa, gəl danışaq. Ben hani Trump da dedi ki, yok da keçdi, 2 ay demişdim, o keçibdi, neçə gün üstündən keçibdi. Yalvarırsınız. Məhv elədik, istəyirsiniz bəzi ölkələri, Misri, Səudi Ərəbistanı, ondan sonra qonşu ölkələri, Azərbaycanı, Pakistan'a da bomba atıbsınız. Bomba atdı Pakistan'a. İndi durub deyirsin, Pakistan duracaq nüvə silahını götürüb gələcək bizi müdafiə. Pakistan da öyle də dünən dedi ki, qələt eləməyin, oturun yerinizə. Biz heç kəsə qarşı nüvə silahı istifadə edən adam deyirik. Açıqsa o Möhsün Rızayı, o cinayətkar. Özdə qaçıb gizlənib, hamısı gizlənib. İndi nə qayırıblar? Vaxtilə Qum şəhərində bir dənə quyu var, quyu. Deyirlər 12-ci imam gedib orada gizlənib. Qabaq deyirlər 12-ci imam göydən gələcək. Ondan sonra yanına 13 nəfər gələcək. Axırda da çıxartdılar, bu Xamenei də Seyiddir. Deyirlər bir dənə də yanında Seyid olacaq. Elə özü budur. Elə bu tarafa Seyidlər. Gedirdi, dedilər ki, nə var, nə yox, Seydəli Xamenei gecələr gedir. Orada bir mesid var. O məscidin də bir dənə mütəvəllisi deyərlər. Mallı orada. Dedi, ağa gecələr gəlir, başın salır o quyuya, eşq eləyir imamla, imam zamanla. 12-ci imamla eşq eləyir. Gecələr gəlir. Yayır deyir mətbuatda. Hə? Cəmaat da ələ salırdı. Dedə, dəlisən sən. Və indi gediblər o quyunun bu üstünə də bir dənə qırmızı bayraq vurublar. İmam Zaman buradan çıxacaq. Ondan sonra Xameneini bütün işgəncəgərləri qutaracaq. Külli İran adlanan yerdə hər kəsi tutuqlayıbsınız, açıqca həm zorlayıbsınız, namusuna keçibsiniz, qadının, uşağın, hamısını. Sizə qonaq gələnlərin də hamısını. O Qum şəhərində bu günlər 10 minlərcə o uşaqlar, o çocuklar bağışlasın. Dədəsiz, nənəsiz uşaqlar var, dədəsiz uşaqlar var, doludur. Qum şəhərində. Azərbaycana da naməhrəm gözü ilə baxırlar. Hələ bunlar işin bir tərəfidir. Ona görə də bunlar bu günləri özləri, o nədir, toxuduqları ip kişociyə öz boğazlarına. İsraili məhv edəcək, gedəcək demək ki, Vaşintonda. Bir dəfə bu Rusların bilir, bunları qəşəng, Ruslar yaxşı bunları ipləyiblər. Dedilər ki, gedəcək Moskvada və Vaşintonda namaz qılacaq. O rəisinin bədbaxtın ki, başına vurdular və yıxmışdılar Azərbaycanın üstünə. İndi özləri də bəlli olur, öz işləri idi. Vurdular, dedilər Azərbaycan dövləti bunu çağırır bura, ondan öldürüb İsraildən biri də. İndi deyirlər ki, o Azərbaycanın əli yoxdur, nəyi, öz işləri üzrə bir-birinin arasında. Sözüm onda yox. Durdu o rəisi Moskvaya gedəndə, nə qapıda o Kremlin qapısında nə qədər onu hələ süründürdülər qışın o soğuğunda. Getdi, Putin qalıb o başda, bu da sarayın başda çıxartdı o canamazını, açdı başladı, Allahu Ekber. Yəni istəyirdi mesajı gördü da Kremlin nədir? Kremlin Rusiya səni somurur, Rusiya. Və nə oldu? Və Rusiya gələcəkdi köməyə. Və Putin gəlirdi, gəlsin də. O da Rusiya çıxardır, bütün nə qədər vətəndaşı var, Rusiya çıxardır İran adlanan yerdə. Hamısı. Və Çin gələcəkdi köməyimizə. Və nə oldu? O da Çin çıxardır, nə yaxşı Azərbaycan var, Azərbaycan dövlətindən xahiş edib Çin dövləti ki, mənim vətəndaşlarımı bıraq Azərbaycandan, Astara yolundan gəlsin, gelsin, Azərbaycan deyib yox. Bıraqır gəlsin, binsin, avtobuslara gelsin. İndi hamısı da gəlir Azərbaycana. Ay Azərbaycan bir yardım elədir, biz nə eləyək? Hə? Belədir. Məsələ buradadır ki, gəliblər bir dənə tora düşüblər ki, ümid eləyirdilər ki, özləri yazırdılar. Gələ Trumpla İsrailin, onunla Netanyahunun arasını vuraq. Onda siz siyasəti nə qanırsınız, nə Trump nə cür oynayın, nə onu qanırsınız. İllərdir, aylardır, deyəcək, bu Amerika dövləti, bu Batı dünyasının burasından yığılıbdır. Bunlar yaddan çıxartmaz. Bu Avropalılar, bu Amerikalılar heç bir şey yaddan çıxardan deyil. Getdin demək Livanda vurdun bunun dəniz qüvvələrini qırdın. Getdin Dəhranda qırdın. Səfirligini 444 gün tutdun. Amerika sənə qarşı savaş edir. Ben Amerikanı müdafiə eləməyim, mənə daxil yox. Amerika özünü müdafiə eləyir. Amma sən getdin bura sataşdın. Amerikanın tutacı yox, oranı şiələri. Sən nəsən axı? Külli dünyada şiələrin ürəyinə dəyməsin. Özləri bilər. Külli dünyada 200 milyon civarında şiə var. Bunun Ələvisi, Druzisi və içində çoxdurlar. O da Yəməndəki olatlar, Hovsilər filan var. Cəmi cümlətanı bu bunun içində olan, bu şavinist farslar 15 milyon olmazlar. Sən deyirsən ki, yoxsa mən istəyəm ki, demək bu 15 milyondan bir dənə şiə hilali, şiə ay parası düzəldəcəyəm. Türkiyədə Ələviləri xoda salacağım, Suriyədə Druziləri xoda salacağım, keçəcəm Livandakı şiələri yola salacağım, sonrasında Hovsiləri Yəməndə ondan demək ki, keçmiş Əhməni imperiyası yaradacağım və deyəcəm ki, Kuros ruhun şad olsun, görürsən, sən eləyə bilmədin, bax biz İslam adı ilə soğulduq, İslam dünyasını parçaladıq. Və nə oldu? Dünən kimi deyirdiniz ki, bu kafirdirlər, bu Hərəmeyni Şərifin başında duranlar, Səudi Ərəbistanlar, dağıdacı yox, 400 adam göndərdi ki, silahları da qoydu, çantalarına gitsin, partlasın. Onlar da hamısını öldürdülər, gördülər. Hə? Və nə oldu? Əlləri yalayırsınız, ayaqlarını yalayırsınız o Səudi Ərəbistan. Vırdı səni keçdi, gör nə olur Ərəbistan, dünya qəbul eləyir.
Durdu keçdi, hamı gəlir ziyarətinə, turizmidir gedir, dəyişiklidir gedir, dünya ilə bağdaşır. Amma bu günləri siz nə qayırıbsınız? Və bəyək da söhbət ondan başlandı. Heydər bəy, deyirlər ki, biri də düşüb ortaya. Elə Bakıda da biri də vardı. Təbrizi vurmasın. Ha, Təbrizi vurur. Harada deyib ki, demək ki, İsrail ki, biz Azərbaycanlılar savaşır. Elə deyil. İsrail parlamentında da siyasətçilərlə çox zamanlar deyiblər Güney Azərbaycan məsələsi filan o yerində. 2023-cü ildə bu məsələni İsrail deputatları müzakirə etdi ki, Güney Azərbaycan məsələsi. İndi o yeri. Bilirsiniz nə var? Savaşdaydıq. Rusiya gəlmişdi, dayanmışdı, boğazımıza dayanmışdı. Silahları vermişdi Erməniyə, dayanmışdı Erməninin arxasında. Kəlbəzərdə, Xocalıda, Külli Azərbaycanda, sonuncu Günəcəmin o savaşda. Gəldi demək ki, Gəncəyə atılan demək ki, o bombalar kimin idi? Rusun idi. Bakının gecə ilə ətrafına atılan bombalar kimin idi? Rusun idi. Hamısı da İran ərazisində. Keçirdi oradan və Norduzdan belə və demək ki, əli boşda bizim güneydə qardaşlarımız, bacılarımız gəlib dayanmışlar sahillərdə, ara sahildə xanımlar ilə, çadıra ilə, yalvarırlar Allaha ki, Allah bunların şərri başımızdan elə. Və nə oldu? Heç kəsində səsi çıxmırdı. Bətəbə vurulanda, hazır burada vuranda, demək ki, Rusiya vuranda səsi çıxmırdı. İndi də İsrail o günlərdə bizə kömək eləyib. Biz əlbəttə pulumuz vardı, əcəb eləmişik. Silah almışıq, yavelin almışıq. Öyle deyilsə, o dronları birinci bizə İsrail satıbdı, əcəb eləmişik. Əvvəl onu heç dron söhbət ki, çox adam bilmir, dron nədir, sürücüsüz, öyle deyilsə, uçaqlar nə nədir. Və sonra demək ki, o dəmir günbəzin bir formasında bu gün Azərbaycanı qoruyur. Neçə aydır, gətiribsən füzələri oturdubsan burada Xoruzu dağlarında. Bu da o tayda demək Təbrizin ətrafında qoyubsan, hamısını Azərbaycana tərəf və Türkiyəyə tərəf qoyubsan sən. Ay İsrail gələcək, İsrail bu ayrı gəlib Azərbaycana keçməyəcəkdi, xeyr. O cür fikirləşirdilər. İsrail çoxdan gəlmişdi, Musa da oradaydı. İsrail 3 cür gəlir. Ya uçaqları ilə gəlir, ya demək ki dənizdən vurur və yaxud da Musa da oturub orada. Necəsi Zelenski elədi o işi. Eyni şeydə bunlar da treyləri açırlar qəşəng içində birbaşa kimi vuracaq. O adamı yorğan döşəyində ya mamasının yanında, ya xalasının yanında, ya oynaşının yanında yatıb, ya xanımının yanında. Elə yuxuda olanda daram. Hamısını vurur. Və dünənləri də yeni 4 gününü birisini Xameneyi götürüb qoymuşdu Xatəmül Ənbiya qoşunun başına bu Əli. Əlini dünən belə vurdu İsrail ki. Yəni ikinci adamdı demək ki bunlar pərəmbər. Bəli, başqa. Yəni burada ələ yatan o idi. Amma indi İsrailin hələ deyir, İsrail də deyir, demək ki Amerikası, onu Putin də, Trump da deyir. Deyir, hələ başlamayıb ki, savaş hələ olacaq. Qaçın, Trump deyir, qaçın, Tehrandan qaçın. Niyə? Siz çox bağışda onu üzr istəyəm. Terminləri ki işlədirəm bəzi vaxt onun adı mənim, ədəbsizlik məndən. Bağışlayasınız. Şərəfsizcəsinə niyə gətiribsən silahları? Niyə gətiribsən demək ki, bunu Livanda elədiniz? Gördünüz ki, Livanda səmər vermədi, getdi, o apardı o Nəsrullah, gizlənmiş, nə bilim, 20 qat yerin altında. Elə öz adamları, öz casusları sizlər satdınız. Sənin paslarların Suriyədə çox yerlərə satdı İsrailə. Və demək ki, yerində deyir Nəsrullah, çoxdan İsrail bilirdi Nəsrullah hardadır. Amma vırmırdı, yəni qoy formalasınlar. İllərdə hazırlaşdırırdı planları. Necə ki, o oktyabrın 7-sindən sonra dedi qoy bunlar tora düşsünlər. Düşdülər, dedi hamısını vuracaq, hamısını da vurdu. Gəldi Həniyəni də qucaq-ucda saxlamışdı. Elə yerində gecəyini hələ də indiyəşimdə bilmirsiniz nə oldu? Nə oldu buna? Gedib günahsız adamları tutursunuz ki, ay bu Musadın casusudur. Dünən adamı asıblar, bu Musadın casusudur. 4 il zindanda saxlayıb. İndi tutub cəmaata hüquq gəlsin. Və demək ki, indi daraşıb cəmaatın canına. Millət akışıb, çaqışacaq, cəmaat mənədir, cəmaat hər gün gəlməzdir küçüyə. Amma məsələ budur, hamı bilir ki... İnsanlar etirazlar başlayıb, paytaxtda. İndi məsələ budur ki, bunu da Batı dünyasında bilir hamıda. Siz bu 45 ildə nə əkmişdiniz, indi sıxır qaşığıza, qəşək. Ona görə də yox, bu günləri ay demək ki, vətən müharibəsidir, Sayın Heydər bəy. İzninizlə bir şey söyleyeyim. Bu vətən müharibəsi zat deyil. Mən burada, bu usulun arxasında vaxtıyla keçən ay, mayısın 9-unda da Cənab Prezident necə ki Moskvaya getmədi və ondan öncə də uçağımız vırılanda yenə də elə bu tribunadan deyirdim filan deyir. Yəni dedi biz bilirik hansı oyunu çıxardıbsınız 45 il bundan qabaq, 70 il bundan. Dayı oyuna biz gəlmərik. O vətən müharibəsi deyildi. Bu bizim vətənimizdir, Azərbaycandır. Kimsə bura toxunar, ona qarşı savaşarıq, balamızla, uşağımızla yanarıq, ölərik deyirlər. Bu bizim vətənimizdir. Rusa görə, ay Rus mənim böyük vətənim, yalancı bir şey soxular insanların beyninə. Və Tehran rejimi Xumeyni durdu Səddama qarşı, Səddam yalvarır deyə, hadi gəlmə, ay adam, ay nankor, 15 il burada yeyibsən, boynu yoğunadıbsan, gəlirsən, Xumeyni deydi, xeyr, gedəcəyik, demək ki, Kərbəlanı tutacaq, oradan keçəcək Qudusu tutacaq, Yerusalemi tutacaq İsraildə, oradan keçəcək Hərəmeyni, Şərifeyni, kafirlərin, bu Səudi Ərəbistanda olan zadətlərin, onların əlindən qurtaracaq, İslam, sən kimsən ki, İslam dünyasının başçısı olasan? Və yaxud da söylədirsən, sən kimsən nə? Sənin kökün bəlli deyir axı. Sən dur deyəsən ki, 2 milyar İslam dünyasının başçısı sən olasan. Səni qəbul edirlər. Pakistanla düşmansan, hazır. Yalandan çıxı deyəsən filan. Endoneziya səni qəbul etmir. Malezya səni qəbul etmir. Onlar hamısı Məkkədən əmir. Nə gəlsə ona baxın. Türkiyənin sən gəldiyində Türkiyənin demək ki, müsəlmandır, onun başçısansan. Hardan sən çıxdı bura? Çox buna israr edibsiz. Və başqa müsəlman dünyası səni qəbul eləmir. Bilirlər siz nə mənəsiz. Adınız da vardı, İstanbul'da demək ki, ona pısat vırılıb. Siz terroristsiniz. Ancaq bir şey var. O şey ki, bizi bağlayır. Siz Türk düşmanısınız.
Və özəlliklə Azərbaycan düşmanısınız. Keçmişdəki o Pəhləvi sülaləsi kimi sizin dövlətçiliyinizin göbəyi kəsiləndən belədir. Və bir şey də var. Bizlə sizin aranızda ən böyük fasilə və demək ki, ara budur. Biz Türk millətçisiyik. Yəni millətimizi sevən, vətənimizi sevən, onu çağdaşlığa, onu müasirçiliyə, dövləti olan bir millət olmağa çağırmağımızdır. Sizin Xumeyni də gəldi, və lakin millət filan nə mənədir, biz ümmətçiyik, qalanın hamısını qırın, dəfələrlə. Xumeyni qayıtdı, dedi ki, Bəni Sədrə, öldü getdi Bəni Sədrə. Dedi, get Təbrizə, get Təbrizə. Təbrizə 21 gün millət tutmuşdu, radioyda filan, dedi, get Təbrizə. Ya təmkin etsinlər, məni qəbul etsinlər, ya da bombardıman elə onu. Zoruna ot yanmış, Lenin də dedi, o 11-ci o qara orduya. Dedi, ya Bakını tutun, ya yandırın. Eyni murdardılar bunlar. Bəs bunların qarşısında biz nə edəcək? Türk günlərdə deyəcək ki, yaşasın Moskva, kommunizm gələcək filandan. Ay tanənəniz, internasyonalizm filan. İndi bu günləri baxın, bu adamların çoxu deyir, çıxırlar, hakim sarıblar, o taydan, buradan, o ən bir yandan sollar. Ki, aman İran solçusu, bu İsrail ölümə layiqdir, bu nəyə gəlir filan deyir. Deyirsən, onda sən bu millətləri görmürsən. Ərəbi, Bəluçi, Türkməni, Qaşqayni və başda Azərbaycan türkünü və Azərbaycan türkünün içində olub bu millətin çörəyini, demək aşını yiyən bir iddələr. Hələ də ruhu oradadır, bir iddəsinin də fikri bir yandadır. Qardaş, Şiə müsəlman dövləti deyə indi yadımıza düşdü. Bu müsəlmanlığın hansı demək ki, o kurallarını yerinə yetirib. Hələ bu deyilən var olanların. Hansını? Və dövlət başında... Məscidlərimizdə donu saxlanılırdı, torpaqlarımız işğaldaydı. Saxladıq məsələn, var olan məscidlərdə İran adlanan yerdə, ora gedən uşaqları zorlayırsınız, gedən qız uşaqlarını zorlayırsınız. Pəhləvi sülaləsi dönəmində mollaların çoxunu tuturdular ki, deyirlər ki, əzvində var, adları da mən sadalamayam. Ki, demək ki, məscidləri bu cür fəsq, fücur yuvası eləyibsiniz və indi nə qayırıbsınız? Oranı silah ambarları eləyibsiniz. Və indi də füzələri demək ki, orada doldurursunuz. İsrail haraları vurur Tehranda. Tehran hər yanı vurur, hamısında gizlədiblər bütün silahları. Və nə inədi? İsrailin vurması. Mən dəfələrlə demişdim ki, Qacar dönəmindən çox üzr istəyirəm sizə. Ambar düzəldiblər, demək ki, artıq sular, tualetlərin suları zadı hara gedəcəkdi? Ekosistemi yoxdur yaxı. Ambarlardaydı. Sonra o ambarları bağlayıblar, qazla dolu bizə. Bir dəfə olan biri partladı Tehranda, 4-5 il bundan qabaq. Dedilər, bu ay Tehranı bir qoxu tutub, sonra dedilər ki, Xumeyninin qəbri partlayıb, Xumeynidən aşağıdan gəlir. Və sonra bəlli oldu, bu ambarların biri partlayıb. İsrail dünən İsraila ki, vurubdu, bu ambarlar və bu tualet podatları, turbaları, borular partlayıb. Tehran murdarlıq içində gedir. Get namaz qılındı. Yəni murdarlığı başıva çördülər. Millətlərin qarını içdi. Cocuqları qırdın. Cocuq uşaqları zorladın, qırdın. Və demək ki, öldürdün xalqın uşağını gecə ilə zorladın. Sabahda uşağın qapısına, onun atasına gül yolladın. Bir qutuda şirini ki, uşağınızı gecə zorladıq, gəlin elədik. Onu da cənnətə göndərdik. Gözünüz aydın. Təbrik deyirəm sizə. Siz eləməliyiz budur. Murdarsınız siz. Və bu günlər bədi adamlar burada və yaxud harasa dünyanın arasında sizi dəstəkləməyə başlayır filana deyir ki, hələ biri də çıxıblar ki, atəşkəs olsun. Atəşkəs götürün aparın da mallaları. Götürün aparın da. Və məsələ buradadır ki, o İsrail özü canının hayındadır. Özünü qorumaq istəyir. Getmişdiniz, dövrələtdirmişdiniz o proksi qüvvələr filan ki, deyiriz ki, Livandan 150 min dənə füzəni atıb, Tel Avivi, Hayfanı, ondan sonra hər yanım buradadır. Birinci gün bir 100 dənə füzə ata bildin, hə? Dünəndən bu günə neçəsini atdın? 31 dənə. Bir dənə atıbsan, bir dənə 10 dənə və son günü 20 dənə. Və İsrail də hər yanda tapılır hamısını. Bu günləri sənin səman, sənin asımanın göy, İsrail əlindədir. Uçaqlar elə bil ki, bizlə Sumqayı ilə Bakı arasında gedirlər, gəlirlər. Gedirlər, vururlar, zapravka eləyirlər, benzin doldururlar, təzədən bismillah. Və Məşədə kimin gediblər? Niyə Məşədə kimin? Məşəddə İsrail gün getdi, o uçağı yerdə vurdu. Deyirlər, baxın, niyə Məşəddə? Deyirlər, ona görə ki, xəbərdarlıq eləyək Xameneyə. Xameneyin yuvası Məşəddədir, orada doğulub. Orada onun demək ki, o nə deyirsə, oynaşlarının mərkəzidir. Orada deyir ki, ona yer mesajdır ki, burada gəlsin, bilirik, burada gələcəksən, burada da yerin də buradadır. Xameneyi demək ki, Senvardan, ondan sonra onlardan, o baylardan artıq olacaq tünellərin içində sıçan kimi İsrail gedib baxır. Necə bəzi vaxtlar görürsən, doğada bəzi heyvanlar gedir, o tülkülər, nə bilim, hatta dayanır qarın üstündə, bilir ki, o qarın neçə metricinin altında, orada bir sıçandan var. İsraillər də gedir xəstəxanaların Xan Yunusda deşir, deyirlər, dəli olublar, haran deşirlər? Deşib çıxardıb neçə qatda, lafdan Məmməd Sırvarın ölüsünü çıxardı. Bax, buradan çıxartdım, hamıda susur. Məsələ buradadır, bu günləri, ay Makron kimi bambılılar. Tapılır, biraz da ki, hər kəs haqq ədalətlə, Makron tapılır və bəzilərdəki, biz indi durur, arabuluculuq edək, Tehran rejimi ilə, demək ki, İsraillə danışırıq ki, indi sülh söhbəti, Trump'la da filan, Trump Kanadanı hələ tərk eləməmiş, Makron dedi ki, yetdiləri tez tərk elədi, getdi Tehranla bir söhbət edəcək. Trump dedi, mən danışılan söhbətə görə deyirəm, mən qayıdıram, tədarük görəcək, əsas işi görəcək, hələdə deyil, işi qutaraq, təslim olsun tamamilə. Makron heç arvadına söz keçir. Məsələ deyil, yox, onun da bir oynaşı var axı. Bir dəfə bir dənə demək ki, Amerikada bir dənə xarici işlər naziri vardı, xanım. Bəlli oldu, sonra Qəzvin şəhərindən bir dənə gedə bunun oynaşıdır filandır. Bunlar siz elə bilirsiniz, çünki bunlar belə-belə, elə deyil. Hərəsinin min dənə murdar oyunu var. Onun da bir dənə təzə o qız xanım, Gülşiftə xanım, Fransa mətbuatına baxın.
O havayı saxlamayıb. O xanım onun yanında hərdən də iki qap hazırır, hamı da ələ salır. Hər bir işdə olanda deyir, indi mən demək götürürəm dadına danışaram, nə deyir? Putinlə danışaram, mən Makron deyirəm. Sonrasından göndərərəm demək ki, bizim demək hansı xanımı filanı bizim gəlib Həkəri çayının kənarında duralar. Gəlib burada yuvalamışlar Həkəri çayında. Bizim bayrağımızı sürüyüb çəkirdilər. Sən kimsən filan? İndi atırıblar ortaya ki, yox biz də sən İran adlanan yerdə əsarətdə olan millətlərdən, insanlardan, işgəncə olanlardan, azı, çörəyi kəsilənlərdən soruşursanmı ki, bu rejimi istəyirsiniz filan. Bu rejim o qədər cinayətkardır ki, təhcə yolu bu idi. Bizim də millətimiz 100 ildir savaşır və bu 45 ili bu mallalar gələn gündən Təbriz savaşır. Didişir. Heç yolu da qurtarmağa yoxdur. Millət çıxsın 10 milyonlarla. Deyir, hamımızı qıracaq. Xomeyni de gedin qırın. Xameneyi təzə açıq-saçına özünün demək ki, yanında olanlar deyirlər, bizə ağa dedi ki, gedin qırın. O bir dənə qalibaf var, qoyublar orada demək ki, filan məclisdədir. Dəfələrlə deyib, ağaya dedi ki, orada filan var, dedi ki, hamısını qırın, hamısını qırın. Malladır bunlar. Bunlarda şərəf, ruh, insaf, adamlıq yoxdur bunlarda. Bunlar bir dənə demək ki, bir dəstədirlər ki, bunlar dəstədirlər ki, özləri demək ki, amma bir dənə yanlış da götürüblər, iki qozlu dəviyə oxşayırlar. Həm mürtəzidirlər, irticacıdırlar, adam yeyəndirlər, həm də şavinistdirlər. Yəni Məhəmməd Rıza Pəhləvi sülaləsinin o zadını, yanlış missiyasını bunlar yerinə yetirir. Yəni elə deyir, İranın bütövlüyünü qoruyaq da, nəyə qoruyasan? Gördü də sənin İranın işi demək ki, İsrail içindən bombuna partladı, Tehranda tualetlər başladı kəlbözə tökülməyə. Bu sənin İranındır, bu günə düşən İranındır. Və bizim millət Azərbaycan türkləri, bəy, Azərbaycan türkləri bir dənə missiya daşıyır. Azərbaycan türkləri türk dünyasında bir missiya daşıyır. Azərbaycan türkləri bura parlamentarizmi gətiriblər. Demokrasini gətirib öz dövlətinin içində, Qacar dövlətinin içində parlament gətirib Azərbaycanlılar. Azərbaycanlılar demokrasi söhbəti gətiriblər. Və Azərbaycanlılar o tarixdə Azərbaycan Cumhuriyyətini yaradıblar. Quzeydə pluralisti, sekular bir dövlət yaradıblar. Dünyəviçi, çağdaş müasir dövlət yaradıb bunu Azərbaycanlılar. Və demək ki, Türkiyədə ardıcıl. Bu günləri o missiyaçılığın, o idanın davamı gəlib gedir. Azərbaycanın güneyində də açıq-saçına. Aynən gələcək birisi. Hələ qoyun İranın bütövlüyü qalsın. Bəlkə də. Trump üzr istəyir. Trump bəlkə haqlıdır. Öz xeyrinə görə bir addımlar atır. Bizim xeyrimizə olan bir addım olsa bizdə dəstəkləyir. İsrail öz xeyrinə görə deyir ki, bu qədər mənə deyir də Netanyahu da deyir. Mən bura kimin hamarlamışam, qalanını özünüz bilərsiniz. Məsələ buradadır ki, bu gün Azərbaycan Türkiyə də illərdir ki, Azərbaycanın güneyində Azərbaycanın bağımsızlığını qoyub, istiqlalını qoyubdur. Azərbaycandan düşmanları çıxartmağı qoyubdur. Azərbaycanda demir ki, başqa millətləri də çıxardıram. Azərbaycanın quzeyində bütün millətlər var, yaşayır. Güneydə də yaşasın. Amma Azərbaycanda söverənlik, bağımsızlıq başqa bir şeydir. Öz milli dövlətini qurmaqdır. Yox ki, edəcəksən İranda həm federal dövləti quruluq, nə qrup bir dənə düşüblər o oyuna. Azərbaycanda da bəzi məmurcığazlar da bu işlərə o nə deyirsə Tudəsi bir dənə İran adlanan yerdə Tudə partiyası olub, Moskvanın, Tudə Komünist partiyası, bu da Moskvanın demək ki, nə bilim, bəlkə də KGB-nin 5-ci idarəsinin təzadları. Hələ də onların demək ki, o zatda toxumları kəsilməyib. Azərbaycanda da bəzi strukturlara soxulurlar. Oradan da güney üçün reçetə yazırlar. Bunu da bitirinməm üzümlə. Türkiyə Cumhuriyyəti bizim Cumhuriyyəti. Bizim dövlət. Oradan və Azərbaycan Cumhuriyyəti mənim dövlətim. Mənim dövlətim. O buradan da kimsə dura. Ay demək ki, bir reçetə yaza. Bir nəsiyyət. Siz güneylər, bəzi adamlar da ağzını yumamış, ağzını fırçalamamış çıxır. Siz güneylər də çox dalı qalıbsınız. Gedin belə iş görün. Sən kimin adamın üzünü ağlayan bu istiqlal deyil, istiqlal bərpa oldu. Çörəyə çatdın, kostyumlarını geydin və kefin sazdı. Xanımın Ləndəndə, özün filan yerdə. İndi çıxırsan güneylərə və Əbülfəz Elçibəyə saygısızlıq eləyirsən. Əbülfəz Elçibəy Azərbaycan Cumhuriyyətinin demokratik yoluna seçilmiş prezidenti olub. Və istərsə və sonraki hakimiyyətə, həməzə, Heydər Əliyev də, Prezident İlham Əliyev də hörmətini, prezident kimi yeri və o qoyduğu ida və bu günlər bu dövlətin qalması və bu dövlətçilikdə verdiyi tövbə. Sən kimsən durasan, çıxasan Elçibəyə qarşı ağzına gələn deyəsən. Və nə var? Səni kim tanıyardı? Sən kim idin? Bu dövlət vardı ki, varsa. Başa düşürsünüz? Ona görə də Azərbaycanın güneyində də bu günləri 40 milyon orada olan mənim türkümü, türk millətini inkar edən, onu demək ki, küçümsəyən, onun özü bir işarə deyir. Ona demək ki, laf atar. Bir yandan gedir Tehran rejimi ilə demək ki, sevdalaşa oymazlıq eləcək. Bir yandan əli Rusun əlindədir. O yandan da deyir ki, yadınızdadır bir zaman Heydər bəy bir dənə söz salmışdılar ortaya ki, demək ki, Prezident İlham Əliyev də, Prezident Ərdoğan da Azərbaycanın güneyinin müstəqilliyini istəmir. Mən də o zaman dedim, bu tribunadır. Dedim, bu hardadır? Onu kim yazır? Bu hardan çıxardınız onu? Gətirib göstərib baxaq görək də. İşinizi qutarıb zamanı. O yandan da Prezident də çıxıb deyir, 40 milyon qardaşlarımız orada filan. Bu yandan tez onu silirdilər, o deyir, səsi çıxartır, bir söz deyib də, nə deyibdir? Bir gerçək bir sözdür. 40 milyon orada var və Türk dünyasının, Türk millətinin, Azərbaycanın bütövlüyə gedən yolun Azərbaycanın güneyinin qurtarması inandır. Yəni burada möhtəşəm bir dövlətin yaranması. Bütün Azərbaycandır. 50 milyondan artıq Azərbaycan Türküdür bölgədə. Rusu da bu xoğlayan oturdular yerində. Gəlib indi gedib mollaların da boynunda. Başında bir sarığı vardı. Bir sarığı da salın mollaların boynuna. Öz tulası eləyibdi. Azərbaycanın güneyi bağımsız olacağın Azərbaycanın bütövlüyünə gedən yol saniyələr qədərdir. Bəli. Çox gözəl, ətraflı şəkildə baş verənlərlə bağlı fikirlərinizi qeyd edirsiniz. Buna görə təşəkkür edirik. Müzakirəmizi davam etdirəcəyik. Qaldığımız yerdə hal-hazırda isə
2300-ə yaxın şəxs bizi canlı yayımda izləyir. Tamaşaçılarımızın sayı durmadan artmaqdadır. Yeni qoşulan izləyicilərimizə təşəkkürümüzü bildiririk. Güneydən izləyən soydaşlarımız da yəqin ki, bu 2300-ə yaxın şəxsin içərisində tamaşaçılarımız da yer alır. Dünyanın hansı ölkəsindən, hansı məkandan yaşamasından asılı olmayaraq Güneydəki soydaşlarımıza da təbii ki, müraciətimiz aiddir. Onlar da aktivliklərini artırsınlar ki, bu real baş verənlərdən, regionda baş olacaq proseslərdən sizinlə birlikdə daha geniş auditoriya məlumatlı ola bilsin. Solda bəyənmə, sağ tərəfdə isə kanalımıza abunə olun işarəsi yerləşir. 2300-ə yaxın izləmə olsa da bəyənmələrin sayı 350-dir. Yəni 2300 izləyici üçün 350 bəyənmə kifayət qədər az göstəricidir. Bunu daha da genişləndirək. Yəni 2000-dən artıq insanımızın hər biri solda bəyənmə işarəsinin üzərinə toxunsun. Sağ tərəfdə kanalımıza abunə olun işarəsi var. Mütləq hər ikisinin üzərinə toxunun, yayımızı paylaşın ki, ən son gərgin gedişat İranın daxilindəki proseslər, regionda daha nə kimi hadisələr ortaya çıxa bilər və biz bunlara necə hazır olmalıyıq, nələr gözləyir irəlidə bizi. Bu istiqamətdə studiyamızın dəyərli qonağı Güneyli tanınmış siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadə ilə baş verənləri təhlil etməyə çalışırıq. Əjdər bəy, İranın daxilində, paytaxt Tehranda əhali qaçır, insanlar qaçır. Trampın, Netanyahunun çağırışları var ki, biz hərbi məntəqələri vuracaq, hərbi məntəqələrin yaxınlığında yerləşən binalarda məskunlaşan insanlar dərhal oraları, həmin əraziləri boşaltmalıdırlar. Biz zərbələr endirdiyimiz zaman binalara da və digər ətraf ərazilərə də ziyanlar dəyə bilər. Mümkün qədər imkan daxilində həmin legitim vuracağımız hərbi hədəflərin, silah-sursat anbarlarının və digər İrana bağlı olan müxtəlif neft emalı zavodları və bu kimi məntəqələrin ərazilərindən uzaq durmağa çalışın. Çünki biz o əraziləri vururuq. Bizim İran daxilində yaşayan xalqlarla, insanlarla işimiz yoxdur. Bunun çağırışını Netanyahu bir neçə dəfə etmişdi. 2024-cü ilin sonu, 2025-ci ilin 25-ci ilin əvvəllərində dəfələrlə son illərdə İsrail rəhbərliyindən, Amerika Birləşmiş Ştatlarından bu kimi xəbərdarlıqlar gəlir ki, biz vuracağıq, hərbi hədəflər əsas götürüləcək, onların yaxınlığında yer almayın, maksimum dərəcədə ərazidən kənarda durun. Yəni bu xəbərdarlıqlar növbətdə verilir. Yeri gəlmişkən Azərbaycan hökumətində diplomatik kanallar vasitəsilə İsrail dövlət rəsmilərinə müraciət edib və çağırış edib ki, Təbrizdə və bir çox ərazilərdə Güney Azərbaycanlıların məskunlaşdığı əraziləri, oradakı hərbi hədəfləri zərərsizləşdirərkən, vurmaq istəyərkən bizim insanlarımız, soydaşlarımız da ətraf ərazilərdə yaşayır. Bu məsələnin mütləq əsaslığını nəzərə alın. Mülki insanların yerləşmiş olduğu, yaşadıkları ərazilərə zərbələr endirməyin, vurmayın. Bu arada Azərbaycan belə deyək ki, diplomatik kanallar vasitəsilə də İsrail hökumətinin öz çağırışını, öz müraciətini edib. Yeri gəlmişkən Türkiyə Cumhurbaşqanının da Amerika Birləşmiş Ştatları prezidenti Trampla telefon danışığı olub, Azərbaycan-İsrail əlaqələri var. Yəni bu danışıqlar diplomatik kanallar vasitəsilə mesajlar ötürüləcək ki, Güney Azərbaycan məsələsi xüsusilə əsaslıqla qurulmalıdır. Təbrizdə ola bilsin ki, İran rejiminə bağlı olan müəyyən yerlər, obyektlər var, amma onlar vurulacaqsa belə biz oradakı insanlarımızın taleyi ilə bağlı məsələni də düşünməliyik. Siz necə düşünürsünüz, fikirləşirsiniz? Artıq İranın daxilində paytaxt Tehranla daxil olmaqla bir çox ərazilərdə aksiyalar, etirazlar, ixtişaşlar hiss olunmaqdadır. Əhali əllərinə müəyyən belə deyək ki, dəyənəklər, müəyyən bir yandırıcı vasitələr almaqla, keçmiş bu indiki təbii ki, rejimdə daxil olmaqla dini rəhbərlərin şəkillərini, fotolarını, posterlərini yandırırlar, Xameneyinin. Bu tablo, bu mənzərə İran rejimini hara aparır? İrəlidəki günlərdə nəyi görə bilərik biz? İsrail demək ki, tarixi təcrübəsinə dayanarak bütün demək ki, bu 1945-dən sonra, 1947-ci ildən sonra Ben Gurion bu dövlətini, İsrail dövlətini bünövrəsini qoyanda hər zaman bunlar sonuncu dəfədə 6 günlük, 5 gün belə az zamanlı bir savaş aparıblar sürətlə. Qabaqlayıcı bir savaş hərəkətə keçiblər. Sonuncu dəfə Cəmal Əbdülnasir dövründə, Nasirin o parlaq dövründəki hazırlaşmışıq hər tərəfli ilə Ərəb birliyi və hamımız birləşmişik və Suriyə ilə birlikdə filan. İsrail hamısını yerdə vurdu uşaqlar. Mən gördünüz ki, Nasir də infaq keçirdi və elə o həstəliklərlə getdi. Sözüm buradadır. Bu günlərdə İsrail də əvvəldən deyildi, bəlkə bu savaş 6 gün olacaq. Tehran rejimi son günlərə kimi meydan oxuyurdu. Ay gəlsinlər, tökərik, kəsərik filan, elə deyildi. Səddam haqqında da deyirdilər, İraq məsələsində deyirdilər ki, tezliklə tutacaq, Səddama da Xumeyni deyildi, bir şapalaq qalır, burnuna tüsün, vallahi rejimində oturub, amma tutulanda sənə denirlər. Buyunuzu sındırdı Səddam Xumeyninin. Verdi qoltuğuna, nə oldu? Azərbaycan türkləri olmaq şərti ilə 10 minlərcə insanı ölümə verdi filan və hələ də onun yaraları sağalmayıbdı. Nə vardı ki ona? İndi bu gündə İsrail bu savaşı 10 günlük planlaşdırmışdı. Bəlkə də demək olur özləri İsraillər. 10 ildən də artıqdır ki, İsraillər bu işə hazırlaşıblar. İndi çıxır mediada deyirlər ki, yaxşı İsrail neçə gün vuracaq? Deyirlər ki, birincisi budur ki, İsrail neçə gün, İsrail müdafiə mövqeyində, Tel Avivdə, Hayfada və filan da. Neçəsi burada deyir ki, bunun demək ki, füzələri qutaracaq, ondan sonra bu günlərdə Amerika deyil və o yetkilərin iclasında dünən Kanadada da həminlər ki, keçən həftə İsraili sıxışdırdılar. O Troika İsraili sıxışdırırdı, Alman, Fransa və İngiltərə. Amma dünənləri bəyanat qəbul elədilər ki, biz İsraili dəstəkləyirik. Eyni oktyabrın demək ki, 7-si kimi. Əvvəl demək ki, hamı çıxmışdılar ki, ay İsrail belə var, Netanyahu belədir filandır. Oktyabrın 7-si olacağın yaddan çıxdı hər şeydə. Netanyahu yeridən oldu Netanyahu və bu hadisədə yadınızdadır. Keçən həftə hamı ay Netanyahu düşür, dövlət dağılır, ortodoks yəhudilər parlamentini demək ki, fəsq edirlər. Ondan sonra 4 ay dövlət olmayacaq, filan olacaq filan və Tehran rejimi hazırlamışdı. Propaganda filanı ki, reklam edir. Ağır ki Netanyahunu yıxdı və İsrail qarışdı filan. Nə oldu birdən-birə?
Ahmaqlıqları tutdu, onlar da bilirdi. Netanyahu da şaka adamı deyir ki, özü də deyir ki, mənim bir missiyam var bu bölgədə. Yerinə də yetirəcək. Və onu da deyir ki, Amerika ilə də bir siyasətlə qruplar necə aparırlar? Əvvəl bunun demək ki, qolların qırdılar, qanatların qırdılar, qışların qırdılar, hər tərəfli. Bax, hani sənin həşədli şəbin? Hani sənin demək ki, başqa yerlərdə o yaratdığın qruplar filan? Hər kəs oturdu. Hani məsələn ərəb dünyası? Hamısı deyir ki, bizdən uzaq durur, bizdən uzaq durur. Hamısı. Orada orada oynayanı, Yordanı vuracaq filan, eləyəcək filan. Hamısı bitdi. Hani İsrail Suriyə qutardı, getdi işini alacaq. Ona görə də əgər gedəcəksiniz demək ki, hansı PKK-dan, PJK-dan, terroristlərdən yığacaq sonra, yox, onlar axırı yoxdur, hüquq gəlmədir, reklamdır. Ona görə İsrail bu savaşı ən azı 15 gün davam etdirəcək. Bizdə türlərdə bir şey var, oxuyub sizlətmən, deyərdi bizim xanlar, hağanlar oturardılar süfrədə, şarab olardı, çaxır olardı. Elə beləncə əl gəzdirərdilər. Bir müddət səndən sonra durub o uşaqların bərkidəndən sonra deyərdilər, indi oturarım bir şarab içək. İsrail də hələ demək ki, əllərin belə yumuşaldır. Hələ deyirlər başlamayın. Bu bismillah deyir. Oranı vurur, buranı vurur. Və Musadı da oturduqda bütün hər yandadılar. Bunların ətrafı özlərindən də çoxdur. Alınıb hamısı. Musad oturub orada. Ondan sonra demək samani alıb əlinə və bunların da gün keçdikcə bütün o yerdən ki, təhsə bir dənə gücləri qalıb. Oradan füzə atmaq. İsrail də buna hazırdır. Netanyahu da o gün gördüyünüzdə çıxışında cəmaatla dedi ki, bu işin ağrısı sancısı da olacaq. Bir şey də vardı. Tarixə də baxaq da ən azı bu son 50-lər, son keçsə 70 il. Baxaq da Yahudilər bu şeyləri o qədər görüblər ki, ay oradan 1000 nəfər şəhid verəcəklər, birdən şəhərə Tehran rejimdə götürüb yayırdı ki, görürsünüz Tel Aviv nəcinə qoydu, elə şor-şoruna bir şey atır. Atır ki, yesin Yeruzaləmə, Qudusa atır, elə düşəcək o məscidlərin üstünə filan. Ona görə də demək ki, orada cəmaat qalxacaq ayağa, Netanyahunu endirəcək filan, elə söhbət yoxdur. Savaş demək ki, indi Trump da deyir ki, 2 gündən sonra deyir, mən çox xoş xəbərlə gələcəyəm, bəllidir bu da nədir. Elə Washingtona ayağının tozu ilə ənərənməz, nə deyibsə bu günlər, dayı görür, dayı o əmyan söhbət lazımdır. Keçən həftə deyildi, ay, nə deyirsə, Putini göndərərəm orada danışar, Putin də çıxmışdı, mən barışığa danışarım. Sən barış adamıysa ged o əndəyib, adamları yeyirsən, qırırsan, çil-çil yeyirsən, dişin də batmadı, dişin də getdi. Sən demə Tehran rejiminin birbaşa 200 bir yerdəsiz. Ya orada savaş olsun, ya burada savaş olsun. İkiz də, Xameneyi də, sənsə, o rejimdə, Rus rejimi də siz demokrasiyaya qarşısınız. İnsan haqlarına qarşısınız, ədalətə qarşısınız. Savaşı gətiribsiniz, dünyanı qorxuya salıbsınız. O soğuq savaş dönəmi bəs deyilmiş kimin ki, ay bu günlər Berjnev düyməyə basacaq. Çocuklar da balacalar dedi, vay da vay, nədir bu? Berjnev birdən keyflənər, ağlı başında deyir ki, bilirsən istəyir ki, demək ki, iskobaq iskorasa qoya, birə işə qoyuydu, dal dənliyə, arxa iskora dalları gedirdi, dedi, buna baxıb, Sovetin da da. Ona dünyanı qorxusunda saxladılar, sərhədləri dəmir elədilər. Dünyanın demək ki, nə deyirsən, o inteqrasiya, bir-birinə qoğuşmasını sağladır. Bu günlərdə bütün şahidləri kimi yarad veribdir bir adrenlə. Gedib Ukraynanın başına tökür o zatları. İran verir, Tehran rejimi verir, qoşun göndərib ora, paslarlardan tutub Ukrayna, nə qədər, oradadılar. Yəni, bu savaşı ki, axırına kimi, adının Netanyahunun bir addım geri atmağa yeri yoxdur. Yerinə İsrailin içində, indi İsraildə deyirlər, yaxşı, işi başladın, qurtar. Yəni, qurtar. Baxın, hər şeyə baxanda görürsən, bütün partiyalar, bütün müxalifəti, cəmaat, millət hamı deyir ki, bu işi ki başlamışdıq oktyabrın 7-sindən və hər şeydə yaşamaq üçün, rahat yaşamaq üçün, təhsə bu rejimdir ki, bunları Tehran rejimi pullu dövlədir. 2000 milyar dolar pul xərcləyib bu. Nüvə ilə və bu demək proksi qüvvələr deyir, selləmə pulu verib. Dolar deyə bu zarafat deyil, iti də yuvasından çıxardır bu dolar. Hanında qalıb xaricdəki, Avropadakı o sarıqulu siyasətçiləri çanta ilə verir. Götürdən gedir, birləşmiş, bağışlı, gedir o Bruselə, elə qoyur orada çanta ilə deyir ki, ağa, please, götür də, dolardır da. Bir də görürsən, bir dənə siyasətçi çıxıb Azərbaycana qarşı sarsaq danışır, Qarabağ haqqında danışır. Deyirsən, bu ahmaqdan soruşur, Qarabağ dalayır. Deyirsən, Tehran rejimi pulu basıb da. Washingtonun qulağının dibinə kimi gətirmişdi. Amerikada, Xarici İşlər Nazirliyi, Pentagonun içinə kimi adamlarını yerləşdirmişdi. Hatta demək ki, Amerika, Voice of Amerikanın içinə kimi yerləşdirmişdi adamlarını. Və külli media ki, Avropada, Amerikada var, hamısı Tehran rejiminin kadrlarıdır, hamısı oradan gələnlərdir. Hamısı 99% yeridir orada. İndi də büyünlərdə hamısı, day İsrail də çox zadırədir, işi uzatdı day. Day belə cəmaat təhlükədədir. Cəmaat nə təhlükədədir? Bu hamı bilir və Azərbaycan türkləri də bunu bilir. Əgər bunu İsrail yarımcan buraxarsa, yaralı donuz kimi dönəcək bu. O zatları var dişləri, biçə-biçə qaydacaq. Necə ki, Səddamla savaşandan sonra, şikəs yiyəndən sonra qayıtlı İran adlanan yerdə bəy. Səddamdan şikəs yiyəndən mən onda evin zindanındaydım. Evindeydim, zindandaydım. Qayıtdılar buraları, 10 minlərcə adam qırdılar. İran adam, Xomeynin əmri ilə kağızı qalıb da, fərmanı qalıb. Qırdılar, məhkum olmuş, təzə azad olacaqdı, ondan sonra qutaran adam, qutaran deyil. Yəni, onların dili ilə desək, 1360-dan bunlar başladılar adam qırmağa, ta o Xomeyni ölüb gedənəcə adam qırdılar. Və indi davam etdirirlər. Ona görə bunlar yarım yaralı buraxılsalar, qaçsalar, bu günlərdə Netanyahu'dan bir 200 saat buna qaba soruşdular. Yaxşı, nə edirsən, bu Xameneyini vurursan ya yox? Dedi ki, o vurulsa, əlbəttə savaş qutaracaq. Amma vurulmalıdır.
Yəni bundan bitirəcəyik biz. Bu nağılı bununla, Yəhya var vurmaqla, nə deyirsiniz o Molla Şeyh Nəsrullanı vurmaqla oranı bitirdik tutardı. Bu da bununla bitəcək. İlanın başı Tehrandadır. Biz də qabaqdan demişik, necə nə oldu? İndi elə Trump demişdi, bu da deyildi. Xeyr, biz çox şeyləri qabaq demişik. Amma ona görə tribunamız yoxdur. Təbrizdə deyirik, dövlətimiz yoxdur. Ona görə də biz deyəndə hamı belə deyə sözdür. Hə? Amma demək ki, o vaxtdan deyirdi ki, bunlar demək şeytanın başı, itin başı Tehrandadır. Onu gərək orada vurmaq lazımdır. Bununla kimsənin bu rejimlə dırnağı dırnağına dəyir. Ona görə də ay gəlib nə bu Türkdən prezident qoyacağam. Türkdən də prokuror qoymuşdun da, baş prokuror. Türkdən də baş genel bir dəfə deyirsiniz, genelqurmay başkanı qoymuşdun da, Azərbaycanını qırırdı da. İşgəncələrləri çoxunu da Türkdən çəkmişdin də, milləti bədnam edəyəsən. Gün də istəyirsən, hər oyunla olmuşsa və dünənə kimi deydin ki, bəd az İsrail, növbəti Azərbaycan gələcək. Deydi İsraildən sonra, yəni Haması filanı küşkürtmüş İsrailin üstünə, İsraili tutacaq, növbə də sonra Azərbaycan. Açıq deyildilər, mətbuatları hamısı özləri deyildilər. Hə? Nə mənə ki, niyə? Çünki Azərbaycan dövləti ki vardır və həmişə də var olacaq və bilirlər ki, Azərbaycan dövləti vardır, bu millət dövləti olan bir millət kimindir bu Azərbaycan? O güneydə orada hazırdır, hər zaman bilirlər ki, yox, özləri deyirlər, açıq-açıq bilirlər. Bu günlərdə qorxuları da ondandır. Və çox da Allahdan istəyirlər ki, bir oyunlar çıxardıblar, gətirib o silahları, füzələri, bir yerlərdə gizlənmə, Təbrizin tamamilə dövrəsini, Urmiyənin dövrəsini, Sinandaş, indi o Kürtlər çıxardır özünə farslarına, Sənəndəş deyirlər. Sinandaşı, ki, başlanmış günlərdə vurdular. Bu savaş davam edəcək. İsrailin silahları qutaran deyir. Amerika, Avropa hamısı da razılığa gəlib Almaniyada silah verəcəklər və silahları da hətta bu Trump'un gəlmədən Biden dönəmindən demək ki, o dönemdən bu silahları veriblər. Və demək, Trump'un bu 4 aylığında o F-35'ləri birdən-birə 45'ə sayın çatdırdılar. B-52'lər, B-2'lər hamısını İsrailə doldurdu. O bombaları indiki nətənizi vurdu, dağıtdı. Hamısını və İsraildə də Musad o qədər təmiz işləyib ki, bunların içində. Tehran rejiminin aparıcı adamları. Keçən aylar içində dedilər ki, aparıcı adamları, demək ki, zirvədə olar. Dedi, bilirsiniz nə var ki, bizim içimizdə ağanın evinəcək, beyti rəhbəri əsas dövlətin. Dedi, orada Musadın adamları həyyü hazırdır. Hamısı da bunu bilirlər. Ona görə də və siz o buyurdunuz millətlər. İran adlanan yerdə millət gözləyir. Ayıqdır millətlər. Doğrudan deyirəm, bəzi Bakıda bəzi adamlar, başı şefli adamlar çıxır deyə, hələ dağılıdırlar. Məhəmməd Rıza bir dəfə çıxdı dedi ki, hələ bu İran adlanan yerdə bu millətlər 100 il dalıdırlar. Onlara nə demokrasi, belə də oturmuşdu, belə qışlarından uzadırdı. Ağlaya-ağlaya it kimi apardılar. Gördük, millətlər elə deyil. Millətlər bilir, amma vaxtında icabını yerinə yetirir. Ona görə də indi çıxır, hələ Tehranın demək ki, gecə sokaklarında o qızlar çıxırır, ölüm olsun sənə. Baxmayaraq, əgər qarayağı olsaydı, normal biz kimi bu kostumdan geysəydi, deyərdi ki filan, bu mallıya deyir, özü deyir ki, biz ayətullah, yəni Allahın yer üzündən işarəsinə deyir. Xomeyni deyəndə deyirdi ki, biz gəlmişik ki, sizin bu dünyazı da düzəldək, o dünyazı da düzəldək sizi bizə. Bir ay bundan qabaqda cənnət cəhənnəm düzəltmişdilər. Cəhənnəm düzəltmişlər bu tatda, Xəzərin o başında. Gəlin keçin cəhənnəmdən ənkirəyimi görün. Ondan sonra görün ki, o nə deyirsən, o körpü, qıl körpüsünü görün. Elə siz onlar hamısısınız da. Millətlər də, insanlar da hamısı görür. İndi cəhənnəmi görürlər. Külli Tehran yanır. Hər tərəfli də yanır. Amma biri də çıxırlar, atırlar Türkiyədə də və burada da ki, ay demək ki, İsrail gözləyir ki, demək ki, Tehrandan sonra növbə Türkiyəyə gələ, bu boş-boş sözləri atmır. İsrail heç vaxt Türkiyə ilə savaşmağa nə gücü satar, nə o işi eləyər, nə də problemi var Türkiyə ilə. Bu günlərdə Cənab Netanyahu bağışdan üzr istəyəm. Cənab Erdoğan da çıxıb deyir ki, prezident İlham Əliyev, danışağım bunu dayandırayım bir türlü. Amma heç vaxt İsrail dövləti, demək ki, Türkiyə dövlətinə nə savaşar, nə bir şey. Türkiyə dövləti şaka dövlət deyil. Nə ordusu ilə şaka yapıb Türkiyə dövlətini, hətta ordusu. Bütün o Türkiyədə bəzi çatışmamazlıqlara rağmen göstərdi ki, bu ordu yeri gələndə nə edə bilər və nə elər. Ona görə də çoxlar, bəzi adamlar belə baxırlar Türkiyədə. Oturub bəzi vaxt Türkiyə haqqında belə danışanda elə bilirlər ki, bu Tehran rejimi hatta keçən hədə Viyanada 3 dənə dövlət Tehran rejimini dəstəkləməyə başladılar. O İsnabaq məsələsində. Biri Çin idi, biri Rusiya idi, bir dənə də Burkina Faso, Çuqquli. Xaritada yox deyə Burkina Faso. Elə bilirlər Türkiyə dövləti Burkina Faso dövlətidir. Türkiyə dövləti, hətta yönetimdə kimdirsə ondan asılı olmayaraq Türk dünyasının başını çəkir. Türk dünyasının demək ki, varlığının zimgəsidir. Və ona görə də Türk dünyası, elə bilirsə Tehran rejimində bir dəstə demək ki, bəlli deyir, Hindistanın hansı dərəsindən tapılıb gəliblər, dədə-babalar bəlli olmayan bir dəstə, o deyir, bu Türk millətinin dövlətidir. Ona görə çıxıb deyirlər ki, ay İsrail gələr savaş. İsrail hər zamanda çalışıb ki, keçən il idi, Herzog gəldi, İsrail Türkiyədə qarşılandı da, Türkiyədə hər zaman istəyib ki, əlaqələri İsraillə, demək ki, niyə? Bizim İsraillə bağdaşası çox şeylər var ki, bağdaşır. Niyə? O demokratik dövlət olmaq şərti ilə, demokrasi məsələsi ilə, ondan sonra modernlik məsələsi ilə, ondan sonra ekonomi məsələsində, Ağdəniz məsələsində və Qafqazlarda və özəlliklə Azərbaycan və demək ki, bizim hər zaman bizdə yəhudilər olublar.
Yahudilərə hər zaman türk millətinin içində sayğı olubdur. Onlarla birlikdə dövlətlərimiz olubdur. Xəzər imperiyasından tutmuş daha Türkistan oran kimi. Və bu gün də Azərbaycanda da, müstəqil Azərbaycanda hər zaman demək hörmətləri olub. Amma bu savaş belə gedirsə ki, gedəcək. Nə Trump yeri oturacaq sözü, nə dəyişib Trump deyəcək. Bu gün Trump deyir, nə danışıq. Danışıq elə. Danışmıram. Qutardı, vaxtda bitibdi. Qutardı ki, elədir də o adam. Ona görə də niyə istəyəməksə əsas məsələni gizlədir sözlərin altında. Sönəsi nədə əlan demək ki, konqresdə də respublikançıların o 50 nəfərlik əlizatları var ki, geri oturma, möhkəm dayanmalısan, söhbəti yığışdır, öz içində seçkilərə gələn yox, az qalır, bir il yarımdan da az qalır. Demək ki, seçkilər olacaq. Prezident seçkiləri yox, kongreslə bağlı, senatla bağlı seçkilər. O da bilir Amerikada gərək özlərinin çətinliklərini necə həll eləsin. Ona görə də Amerika demək ki, indi deyirlər 800 metrə, deyirlər 500 metrə o bombaları verəcək. Fordunu vurmaq üçün ki, İsrail vırıb 4 dəsi. Dünənlər deyildilər ki, vurdığı bombaların izləri başlayıb ora zəlzələlər. İndi gediblər Grozer'ın yaxasından ki, Tehran rejimi sən denən ki, Nətənzidə o nüvə qaçıbdır filan. Xeyr, bunlar bilirlər nə olar orada, nə ola da bilər. Nətənzi xaraba qoyub, Tehranda o Ləvizandakı yerlərdə vurub, başqa yerlərdə vurur və bunu da İsrail sabit elədi ki, təhsil nüvə məsələ deyil, füzə məsələsi də var, başqa məsələlər də var və Tehran rejimi də deyir ki, əgər bizə toxunsalar, demək ki, Vaşinqtonda, Azərbaycan açıq deyil, Azərbaycan başqa yerlərdə, Türkiyə, ayrı yerlərdə, körfəzdə yandıraraq, tökərək, dünyanı partladacaq, heç də bilə bilməyəcək. Belə qorxublar, bunların çox bağışdığınız istəyirəm. Bir kəlmədə çox bəzi vaxtlar fars kəlməsini işlədirəm, yabancı dildən bəzi lüğətləri üzr istəyirəm. Məsələ budur, ona görə ki, Azərbaycanın güneyində olanlar öz dilində məktəbə getməyib ki, universitetə getməyib, biz orada hamısı farsça olub da, soxublar boğazımıza filan. Bəzi vaxtlarda rus kəlmələri işlədim, bunların soroku bitib. Bunların tarixi məsrəfləri qutarıbdır, yəni yazıları da bitibdir, turşeyibdir. Ona görə də bunu da amı bilir. Batılılar da bunu qəşəng bilir. Deyirsən, dünən niyə vurmurdular? İsrağa gün niyə vurmurdular? 2 il bundan qabaq niyə vurmurdular? Bilirdilər. Qoy gəlsin, yetişsin. Yetişib indi vaxtı, tutduqlarını buraxmayacaqlar. Onlar da düşüblər yalvarmağa, olmayacaqlar və mənim arzum budur. Arzum budur ki, Azərbaycan Cumhuriyyət dövləti özü bilir neyini və Türkiyə Cumhuriyyət dövləti və dost ölkələr necə ki, Pakistan çıxdı dedi ki, sarsaxlama onu. Nə nüvə silahı, nə biz gəlir, Azərbaycan dövləti bunlarla dırnaq-dırnağa sürtmək millətimizin yanında demək ki, biraz başqa cür olar məsələlər. Çox təşəkkür edirəm Əjdər bəy. Olduqca maraqlı və son prosesləri ətraflı şəkildə əks etdirən bir müzakirə alındı. Bu zamanı bizə və tamaşaçılarımıza ayırıb studiyamızda olduğunuz üçün bir daha təşəkkür edirik. 2500-ə yaxın şəxs də bizi izlədi. Güneydən də yəqin ki, qardaş bacılarımız bu proseslərdə fəallar. Onlar da baş verənləri Məs Media Türk TV vasitəsilə izləməyə çalışırlar. Bu zamanda siz də öz dəyərli vaxtınızda tövhənizi verib bu zaman içərisində müxtəlif məsələlərlə bağlı fikirləri bölüşdünüz. Bir daha əsas budur ki, bu zaman bizim xeyrimizə edir. Bəli, hər şey Türk dünyasının xeyrinə. Beləliklə, dəyərli Media Türk TV izləyiciləri, gündəm masada verilişinin bugünə olan növbəti buraxışı da artıq yekunlaşmaq üzrədir. Studiyamızın isə dəyərli qonağı Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadə idi. Hər birimizi düşündürən bu anda İranın daxilində nələr baş verir, hansı gedişat üzə çıxa bilər və daha nə kimi hadisələrlə qarşı-qarşıya qala bilər, yəni bu əməliyyatlar mövcud situasiya neçə gün davam edəcək, təqribi görünən ondan ibarətdir ki, İsrail əməliyyatları daha da genişləndirir və asanlıqla da geri çəkilməyəcəklər, tam olaraq proseslər hələ bir neçə gün davam edəcək. Biz isə Media Türk televiziyası olaraq baş verənləri, regionda və dünyada olan bitənləri müzakirə edib sizin diqqətinizi ən gerçəki və obyektiv məqamlar, təhlillər çatdırmağa çalışacaq. Verilişimiz yekunlaşmaq üzrədir. Studiyamızda isə dəyərli qonağımızı təbii ki, təqdim etdik. Güneyli siyasətçi Əjdər bəy Tağızadə ilə bu məsələləri müzakirə etdik. Yayımızı bəyənməyə, kanalımıza abunə olmağı unutmayın. Solda bəyənmə sağ tərəfdə kanalımıza abunə olun işarəsi yerləşir. 2500-ə yaxın izləyici son dəqiqələrdək bizi izləyir, amma bəyənmələrin sayı 654-dür. Bunu hər biriniz daha da artırın ki, daimən son baş verənləri daha geniş auditoriyaya izləyə bilsin. Studiyada Heydər İsmayıl oldu. Bugünlük bu qədər. Növbəti efirlərdə sabah görüşmək ümidilə. Sağ olun, sağlıqla qalın.